qrafik əvəzləyici qüvvəni oxu ilə müəyyən bir alfa bucağı əmələ gətirib bu bucağın tangensini tapmaq istəyəcəm. Tangens alfa bərabərdir. Mən həmişə deyirəm videolarda ki, buradakı bucağın tangensini tapmaq istəyirsən, yuxarıdakı hərfi böl aşağıdakı hərfə. Yəni nə edəcəksən? A-nı böləcəksən f əvəzləyici. O da hardan çıxır? Biz bilirik ki, əgər ki düzbucaqlı bucaqda bucağın tangensini tapmaq istəyirsə, qarşıdakı kateti bölməliyik bitişik katetə. Bax, burada fikir versəz, bax, bu qarşıdakı katet elə 0, bax, tutaq ki, buraya uyğun təcrin qiymətinə bir A deyirəm. Burada əvəzləyici qüvvənin qiymətinə də müəyyən bir f əvəzləyici deyirəm. Baxın, bura nədir? 0 və A-nın arasıdır. Bura onda nə olacaq? A-ya bərabər. Bura 0 və f əvəzləyicinin arasıdır. Elə bura olacaq f əvəzləyiciyə bərabər. Bax, fikir ver, düzbucaqlı bucaq yaranıb burada. Qarşıdakı katet adı bitişik katetlər də f əvəzləyicidir. Qarşıdakı katetin bitişik katetə nisbəti bizə tangensi verir. A bölə f əvəzləyici. Və yaxud da ki, belə deyək də qarışdırırsınızsa, dediyim qaydada yadınızı saxlaya bilərsiniz. Əgər ki, bucağın tangensini tapmaq istəyirsənsə, yuxarıdakı hərf böləklə aşağıdakı hərf. Yuxarıdakı hərf adı, aşağıdakı hərf f əvəzləyicidir. A bölək nə olacaq? F əvəzləyiciyə bərabər. İndi bax fikir ver, mən buradan kütləni tapmaq istəsəm, m-i tapsam nə olacaq? M bərabərdir. F əvəzləyici bölək nə? A. Fikir ver, burada A bölək f əvəzləyicidir. Burada f əvəzləyici bölək adı. Yəni burada tangens alfanın nəyi? Tərsidir. 1 bölək tangens alfa bizə nəyi verir? Kotangens alfanı verir. Deməli, onda buradakı bu qrafikin hansı ki, bu f əvəzləyici qüvvənin oxu ilə əmələ gətirdiyi bucağın kotangensi bizə nəyi verəcək? Kütləni vermiş olacaq.